وقل رب زدني علما. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in, amma ba'd. Sizinlə iman hədisləri dərslərinə davam edirik və qalmışdıq hansı hədisdə? Hədis İzə qadallahu əl-əmra fis-səmə. Əgər Allah göydə bir iş haqqında hökm edərsə, bu hədis haqqında. An Əbi Hüreyrətə radiyallahu anhu qalə innə nəbiyyəllahi sallallahu aleyhi ve sellem. Əbu Hüreyrədən gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur. İzə qadallahu əl-əmra fis-səmə darabətil mələikət bi əcniyəhətihə xud'anən li qavlihi. Əgər Allah göydə bir işə əmr edərsə, yəni bu iş belə olacaq, bu haqda əmr edərsə, mələklər yəni onun əmrinə boyun əyməyə görə, yəni boyun əyərək qanadlarını neynəyərlər? Çırparlar. Qanadlarını çırparlar. Deyir ki, kəənnəhu silsilətun alə safvan. Sankidir o deyir, zincir kimi deyənlər. Yəni, həmin şeylər. Fəidə fuzzi'a an qulubihim qalu. Deyir, əgər o əmrin əzəməti onların qəlbindən gedəndən sonra qalu məzə qalə rabbukum. Onlar deyirlər ki, Rəbbiniz nə dedi? Yəni, onlar hökm gələn kimi birbaşa neynəyərlər? İtaat edərlər, mələklər. Və sonra o həmin hökmün ağırlığı qəlblərində olar. O ağırlıq qəlblərindən yavaş-yavaş getdikcə deyirlər ki, Rəbbiniz nə hökm etdi? Qalu lilləzi qalə əl-haqq. Onlar deyirlər ki, haqq. Allah nə dedi? Haqq hökm etdi. Allah nə hökm etdi? Haqq hökm etdi. Və huvəl-aliyyül kəbir. O da deyir, Ali, yəni Allah ucadır, böyükdür. Bu arada Quran-ı Kərimdə ayə də var. Yəni, eyni bu şəkildə ayə var. Qalu, məzə qalə rabbukum, qalul haqqa. Ona görə deyir ki, burada bu hədis həqiqətən Şeyx Abdurrazaq buyurur ki, böyük, əzəmətli bir hədisdir. İman barəsində Allahın böyüklüyünü, ucalığını bəyan edən, yəni və həmçinin mələklərin Allahın əmrinə qədər müti olmağı və onu bəyan edən, yəni hədislərdən biridir. Əgər Allah bir vəhyi danışarsa, onlar nə qədər böyük olur olsun, onlar nə qədər mələklər uca olur olsun, amma Allah üçün o qədər də tez neyinlər, boyun əyirlər. Allahın əmrinə tabi olurlar. Təsəvvür edin ki, Peyğəmbər sallallahu aleyhi ve selləm deyir ki, mənə ərşi daşıyan mələklərin bəziləri haqqında danışmağa icazə verilir. Deyir, onların deyir, bu şəhməti uzun var da, bu qulağının ətindən çiyninə qədər olan məsafə 600 illik, yəni atlının çapdığı məsafə qədər. Yəni 600 il atlı çapar, buradan bura qədər gedib çatar, yəni o boyda yol qət edir. Amma Allahın ərşini daşıyan mələklərini gör, Allahın nə qədər məxluqları var, nə boyda. Və onlar Allahın əmrinə necə mütidlər. Yəni Allah əmr edən kimi onlar neyinlər? Yəni tabi olurlar. Deyir ki, İzə qadallahu əl-əmra fis-səmə darabətil mələkət bi əcniyətihə xud'anən li qavli. Yəni Allah bir işi danışarsa göydə, istəyir o iş, kovni iş olsun, istəyir şəri iş olsun. Kovni yəni dünyanı idarə etmək. Yağış yağsın, kimsə varlansın, kimsə kasıblaşsın, kiməsə xəstəlik geçsin, kimsə şəfa tapsın, kimsə xoşbəxt olsun, kimsə bədbəxt olsun və s. Kim nə qədər ruzi qazansın, sabah kimin başına nə hadisə gələcək, sabah kim harada öləcək. Bunlar hamısı Allahın nədir? Kullə yevmin huvə fi şən. Hər gün Allah bir neynir? Əmri hökm edir. Yəni, bunlar hamısı Allahın əlindədir. Və həmçin şəri hökmlər. Şəri hökmlər, Allah Azə və Cəllənin şəri hökmləri. Yəni, Quran-ı Kərimi nazil etməsi və s. Deyir ki, onlar, mələklər, Allahdan qorxaraq qanadlarını çırparlar, yəni Allahın sözünə boyun əyərək. Və Allah Azə və Cəllə buyurur ki, Nəhl surəsi 50-ci ayədə يَخَافُونَ رَبَّهُمْ مِنْ فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ. Onlar öz
üzərlərində olan Allahdan qorxarlar və onlara nə əmr olunur, onu yerinə yetirərlər. Deməli, bu ayə, Nəhl surəsi 50-ci ayət Allahın harada olmasını bildirir? Samada olması, göydə, yəni ərşin üzərində olmasını bildirir. Bax, Allah nə deyir? يَخَافُونَ رَبَّهُمْ مِنْ فَوْقِهِمْ Mələklər üzərlərində olan Allahdan qorxarlar, üstlərində olan. Yəni, ərşin üzərində olan. Və deyir, وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ Onlara nə əmr olunursa, onu yerinə yetirərlər. Qal İbn Kəsir. İbn Kəsir rəhməhullah buyurur ki, deyir, bu məqam rafi' fil azamə, əzəmətdə, böyüklükdə böyük, uca məqamdır. Və huvə ənəhu Teala izə təkəlləmə bil vahyi, Allah Azə və Cəllə bir vəhyi danışarsa, fəsəmiyə əhlü səmavati kələməhu, göy əhli onun kəlamını eşidər. Deyir ki, ər'adu minəl heybəti həttə yəlhaqahum mislül qaşi. Deyir ki, onlara deyir, bu Allahın danışmağından deyir, özündən getməklik baş verər. Allah onu danışanda, yəni sanki göy əhli, sanki özündən gedən kimi olar, yəni. O şeyin gücündən. Bunu kim deyir? İbn Məsud və Məsruq rahiməhullahın sözüdür ki, onlar yəni bunu nəql ediblər, İbn Kəsir onlardan nəql edir. Yəni Allah yəni bir şeyi vəhiy edəndə, yəni göy əhlini olar, sanki özündən gedər, qaşi olar. Yəni ona görədir ki, Allah Azə və Cəllə buyurur Səba surəsi o 23-cü ayədə həttə izə fuzya an qulubihim. Yəni bu hədisə uyğun ayədir. Yəni fikir verir, həmişə hədislərlə ayələr necə bir-birinə uyğundur. Həmişə bir-birini tamamlayır. Həttə izə fuzya an qulubihim qalu məzə qalə rabbukum. Onların qəlblərindən qorxu gedəndən sonra yəni Allah vəhiy edir, onların qəlblərinə qorxu düşür və bu qəlbdən qorxu gedəndən sonra onlar nə deyirlər? Deyir, qalu məzə qalə rabbukum. Onlar deyirlər ki, Rəbbiniz nə dedi? Qalul haqqa. Onlardan başqalar deyər ki, haqq dedi Rəbbimiz. Yəni, Rəbbimiz haqq nazil etdi. Və huvəl aliyyül kəbir. Allah ucadır və böyükdür. Deməli, iman əhli nə deyər? Deyər ki, Allah haqq nazil edib. Nə nazil edib? Haqq nazil. Amma küfr əhli deyərlər ki, Allah nə demək istəyir? Diqqət et. Fərq var. Deyir ki, Allah nə demək istəyir? Amma iman əhli deyir ki, Allah nə deyibsə haqq deyib. Və bu iman əhlindən küfr əhlinin yəni fərqidir. Deyir ki, hətta izə zələl fəzəu, deyir, onların qəlbindən qorxu gedəndə deyir, əfəqu minəl qaşi, onlar deyir, özündən getməkdən ayrılarlar. Saiq, yəni onlara özündən getmə baş vermişdi. Yəni onlara özündən getmə baş vermişdi və onlar ayrılırlar, bundan ayrılırlar. Üzr istəyirəm. Və bir-birindən soruşurlar. Yəsəlunə Cibril. Cibril əleyhissalamdan ən böyük mələk, ən yəni əzəmətli, ən fəzilətli mələk olan Cibril əleyhissalamdan soruşurlar. Fəizə qalallah, məzə qalallah. Allah nə dedi? Fəyəqulu ləhum Cibrilu. Cibril əleyhissalam onlara deyir ki, qalallah kəzə və kəzə. Allah belə-belə dedi, ey minəl haqq. Yəni haqdan olan bu kəlmələri sizə əmr etdi. Deyir ki, yəni umumən fəyənbəğə ən yu'ləmə ənə həzihil əyə cəət fi məsaq ibtal-i şirk. Bu ayə şirki batil etmək üçün gəlib. Və iqamətül bərahin alə vücubi tevhidillah. Və həmçinin burhanı haqqı batildən ayırt edən yəni dəlillərin vacib olmasını tevhid haqqında bildirmək üçün gəlib. Və həmçinin Allaha olan ixlası bəyan etmək üçün gəlib. Ki, yəni tevhiddən gələn ayələri müsəlman nə etməlidir? Tərəddüdsüz qəbul etməlidir. Və həmçinin şirki inkar etməlidir. Yəni bunun üçün gəlib. Ona görə ki, qul ud'u allazina za'amtum min dunihi fela yamlikuna misqala zarratin fis semawati wala fil ard və ma lahum fihima min şirkin
və mə ləhu minhum min zahir. Deyir ki, qul ud'u ləzi zəamtum min dunillah. Deyir ki, Allahdan qeyri ilahlar, yardımçılar, zənn edənlərə denən ki, lə yəmlikuna misqalə zərra. Deyir, onlar zərrə qədər heç nəyə malik ola bilməzlər. Nə göydə, nə yerdə. Və mə ləhum fihimə min şirk. Deyir ki, onların göydə və yerdə Allahın heç bir şəriki də yoxdur. Və mə ləhu minhum min zahir. Yəni, Allaha üstün olacaq bir kəs də yoxdur göylərdə və yerlərdə. Və lə tənfə'u şəfə'atu indəhu. Allahın qatında heç bir şəfaət, heç bir vasitəçilik nə olmaz, fayda verməz. İllə limən əzinələh. O kəsdən başqa ki, Allah ona izin verib. Hətta izə fuzyan qulubihim. Görsən, indi burada gəlirəm məsələ. Hətta onların qəlblərindən qorxu gedəndə qalu məzə qalə rabbukum. Deyir ki, onlar deyərlər ki, Rəbbiniz nə dedi? Nə hükm etdi? Qalul haqqa. Onlar deyərlər ki, Rəbbiniz haqq hükm etdi. Və huvəl aliyyul kəbir. Yəni, o ucadır. O böyükdür. Yəni, onun heç kimə ehtiyacı yoxdur. Ona qoşulan şəriklərdən nədir? Uzaqdır. Hətta izə fuzyan qulubihim. Yəni, mələklərin qəlbindən qorxu gedəndə onlar nə edirlər? Onlar bu Allahın danışdığına görə, vəhiy etdiyinə görə güclü qorxuya düşərlər. Yəni, onlar qorxu gedəndən sonra deyərlər ki, nədir? Allah haqq dedi. Yəni, Cibril əleyhissalam vəhiyi nazil edən mələkdir. Vəhiy nazil edir ki, yəni Rəbbiniz haqq nazil etdi. Deməli, bu ayə nə üçün gəlib? Şirki batil etmək üçün və imanı yeniləmək üçün və təvhidi bərqərar etmək üçün. Həmçinin İbn Əbi Asim Sünnə kitabında nəql etdiyi hədisdə Nəvas ibn Səm'əndən rivayət edir ki, qalə Rasulullah sallallahu əleyhi və səlləm İzə aradallahu ən yuhiyə bi əmrin. Əgər Allah bir əmri vəhiy etmək istəyəndə təkəlləmə bil vahiy, vəhiy ilə danışar və izə təkəlləmə əxəzətis səməvatu minhu racfətun min xufillah. Deyir ki, yəni göyü titrəmə tutar. Yəni göy titriyər. Fə izə səmiə zəlikə əhlü səməvati su'iqu. O göyün titrəməsini göy əhli eşidəndə özündən gedərlər. Xarru succədən. Və deyir, səcdəyə qapalanırlar. Fə yəkunu avvəlu mən yərfa'u ra'sahu Cibril. Və deyir, ən birinci başını qaldıran Cəbrail əleyhissalam olar. Əleyhissalam. Fə yükəllimuhullah min vahyihi bimə aradə. Və Allah deyir, Cibril əleyhissalama, Cibril mələyə, yəni öz vəhyini bildirər. Fəyəntəhi bihi Cibrilu aləl mələikəti kulləmə mərrə bisəməin qalə əhluhə. Hər dəfə Cibril əleyhissalam göy əhlini, göyün qatları var da, oradan keçdikcə onlara deyər ki, Allah bu vəhiy etdi. Onlar deyərlər ki, Allah nə vəhiy etdi? Yəni Cibril əleyhissalam deyər ki, Allah belə vəhiylər nazil etdi. Fəyəqul Cibril qaləl haqq. Cibril deyər ki, Allah haqq nazil etdi və huvəl aliyyul kəbir. Allah ucadır, böyükdür. Qalə fəyəqulunə kulluhum. Onların hamısı deyər ki, misləmə qalə Cibril. Yəni Cibril əleyhissalam deyən kimi deyərlər, həttə yəntəhi bihim Cibril heysu əmərəhullahu minəs-səməvati vəl-ard. Minəs-səməi vəl-ard. Yəni onlar hamısı Cibril əleyhissalam deyən kimi deyirlər, Rəbbimiz həqiqətən haqq nazil etdi, Rəbbimiz haqq nazil etdi. Və həmçinin bu hədis bildirir ki, mələhələrə imanın nələrindəndir? Şəbələrindən, şərtlərindən, rukunlarından biridir. Aslun min usul iman azimə. ki, imanın əsillərindən, usullarından biridir. Hansı ki, Quran-ı Kərim bizə bildirir ki, mələkləri nə etmək lazım? İman etmək lazım. Mələklər nədir? Nurdan yaranıb. Mələklər nurdan yaranmış məxluqlardır, yemirlər, içmirlər. Allahın əmrinə itaat edirlər. Və onlar Allahın əmri ilə, ibadəti ilə heç vaxt bezmirlər, usanmırlar. Yəni, onların qidası Allahı zikr etməkdir. Allah'a ibadət, onların qidası budur. Əmən Rasul bimə unzilə iləyhi min rabbihi vəl mu'minun. Bildiyimiz Bəqərə surasının axır ayələridir. Rasul və möminlər Allahdan nazil olanı inədilər, iman etdilər. Kullun əmənə billahi və mələikətihi və kutubihi və rusulih. Onların hamısı Allaha, mələklərinə, kitablarına və rasullarına iman etdilər. Və qovluhu vələkinnəl birrə mən əmənə billahi vəl yevmil əxir vəl mələikəti vəl kitabi vəl nəbiyyin. Yəni, Allah azə deyir ki, iman təkcə sizin
üzünüzü qibləyə tərəf tutub namaz qılmanız yox. İman Allaha iman. Yəni Allahla bağlı olan bütün vaciblərə iman etmək. Allahla bağlı olan vaciblər nədir? Allahın rububiyyətinə, uluhiyyətinə və ad və sifətlərinə iman etmək. Rububiyyət nədir? Yəni yalnız yaradan, yalnız idarə edən, yalnız mülk sahibi olan, ruzi verən Allahdır. Elə deyilmi? Deməli, insan yalnız ruzi verən Allahdırsa, Allahdan qeyrisini heç nə gözləmir. Yalnız Allahdan gözləyir. Əgər idarə edən isə, idarəçiliyi yalnız ondan istəyir. Problem var, Allaha dua etmək lazım. Bax, bəzən insan görsə problem olur, amma duanı unudur. İşin asanlaşmasını unudur. İşi öz öhdəsinə buraxır. Və yaxud da ki, istəyir ki, mən bu işi həll edəcəm. Mən bu işi həll edəcəm. Amma bilmir ki, işləri idarə edən kimdir? Allah və unudur. Unutduğu üçün çətinləşir ona. Ağırlaşır. Amma dua etsə Allah təala asanlaşdıracaq. Həqiqətən işlər onun əlindədir. Həmçinin axirət gününə iman etmək. İnsan axirət gününə imanı möhkəm olarsa, insan günahlardan uzaq olur. Çünki necə ola bilər ki, sən bu günah edərsən, qiyamət günü buna Allaha cavab verəcəksən. Ona görə həmişə Allaha iman, axirətə iman, Allaha imanla yanaşı gəlir. Ona görə burada ayrı. Oləkinnəl bir xeyrxax işlər, yəni xeyrxahlıq, yaxşılıq, iman, Allaha iman nədir? Axirət gününə imandır. Yəni Allah təala ki, leysəl birra an tuvallu vujuhakum qibələl məşriq vəl məğrib. Üzünüzü məşriqə, məğribə tərəf tutub namaz qılmaq deyil, yəni təkcə. Yəni burada qəribə çıxa bilər. Biz məşriqə, məğribə tərəf durmuruq axı. Hara tərəf dururuq? Məğriblə məşriqin ortasına. Amma Məkkədə elə olur ki, bəzən məğribə düşürsən, bəzən məşriqə düşürsən. Nədir mi? Çünki bu Kəbədirsə ortada. Bəzən belə qılırsan, bəzən belə qılırsan, bəzən belə qılırsan, bəzən məğribə tərəf düşürsən, bəzən məşriqə tərəf düşürsən. Aydın mı? Ay sağ ol. Ona görə Allah təala deyir ki, yəni təkcə namaz qılmaq yox, Allaha imanın düzgün olsun. Axirət gününə imanın düzgün olsun. Və həmçinin mələklərə imanın düzgün olsun, kitablara imanın düzgün olsun və peyğəmbərlərə imanın düzgün olsun. Mələklərə iman 4 şeyi əhatə edir. 4 şeyi əhatə edir. Birincisi onların yəni nurdan yaranmasına iman etmək. İkincisi onlar həqiqətən Allahın məxluqlarıdır, yaratdığı məxluqlardır. Üçüncüsü onlardan hansınınsa adını biliriksə ona yəni iman etmək ki adlarını bildiyimizə. Yəni Cibril əleyhissalam, Mikail əleyhissalam, İsrafil əleyhissalam, ölüm mələyi. Əzrail demə olar? Ha? Əzrail gəlmir. Əziz insanlar ölüm mələyinə Əzrail deyir. Amma yəni onun adı nədir? Ölüm mələyi. Əsas adı, yəni düzgün adı ölüm mələyi. Yəni Quran-ı Kərimdə də ölüm mələyi kimi keçir. Səcdə surəsində və digər surələrdə. Ha, və həmçinin vəzifələrinə iman etmək. Vəzifələrinə iman. Yəni Cibril əleyhissalam vəhiy gətirən mələkdir. Və həmçinin Mikail əleyhissalam təbiət hadisələrini yəni idarə edəndir. İsrafil əleyhissalam sura üfürəndir. Bu barədə də yəni səhih bir konkret bir nəqil yoxdur, səhih. Lakin alimlər belə yəni yekdiliklə bunu deyirlər. Məlik adlı mələk var, misal ki, yəni xəzinətü cəhənnəm. Onlarda mərhəmət hissi o mələklərdə olmuyor. Bəli, cəhənnəm mələklərində deyir mərhəmət hissi yoxdur. Və sonra kitablara iman gətirmək, sonra peyğəmbərlərə iman gətirmək. Yəni mələklər Allahın yaratdığı məxluqlardır. Bəzi firqələr var, deyirlər ki, mələklər məxluq deyil. Yəni maddi məxluq deyil. Aydın mı? Yəni sadəcə mənəvi bir şeydir. Amma bu səhvdir. Onlar məxluqdur həqiqətən. Məxluq olması dəlillərdən bir nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm mən Cibril əleyhissalamı gördüm deyir. Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, mən Cibril əleyhissalamı gördüm, oturmuşdu üfüqdə. Və bir rivayəti gəlinə, hətta birinci dəfə görəndə özündən gedir. Sustalır. Allah Rəsulü sallallahu əleyhi və səlləm özündən gedir. Yəni böyüklüyünə tab gətirə bilmir. Təsəvvür edək ki, deyir mən də səhrada gedirdim. Məni yandan çağırdılar, baxdım heç kim yoxdur. Qabaqdan çağırdı heç kim yoxdur. Sağdan, arxadan görürüm. Sonra qabağa çevriləndə görür ki, mələk göy ilə yer arasında oturub. Və dözə bilmir, özündən gedir o mənzərəyə.
Yəni, elə əzəmətli olur. Onlar Allahın ordularından bir ordudur və Allahın əmrinə heç vaxt müxalif olmazlar və onlara nə əmri onlar onu yerinə yetirərlər. Deyir, onların sayını Allahdan başqa heç kim bilmir. Yəni, biz onlar ümumən adlarına, yəni vəzifələrinə və vəsflərinə, bildiyimiz vəsflərə iman edirik. Və həmçinin onların sünnədə gələn saylarına, hansı ki, ümumi şəkildə gəlib sayları və həmçinin təfsilatlı şəkildə gəlib sayları. Yəni, ümumi şəkildə necə gəlib? Bir hədisdə gəlib ki, Beytül Məqdis, yəni Kəbə evinin üstündə göydə bir nə var? Ev var. Mələklərin ibadət üçün girdiyi ev. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ora gün ərzində yəni 70.000 mələk girər və bir daha ora dönməzlər. Yəni, orada ibadət edər və bir daha ora qayıtmazlar. Görürsən? Yəni, və hər gündə 70.000 nəfər mələk, yəni orada nə edir? Girir orada, ibadət edir. Yəni, görün nə qədər mələklər var. Ona görə mələklərə iman etmək ruknun min ərkanil iman. İmanın nələrindəndir? Rukunlarından, imanın əsaslarındandır. Və biz bilirik ki, hədislərdə bəzi mələklərin adları gəlib. Elə deyilmi? Hansı ki, Cibril əleyhissalamın adı gəlib. Bizi ki, vəhiy gətirən mələkdir və s. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem bəzi mələklərin adları haqqında nə edib? Danışmağa icazə verilib. Deyir ki, Ucnəli ən uhəddisə ən mələkin min mələikətilləhi min həmilətil arş. Mənə ərşi daşıyan mələklər haqqında danışmağa icazə verildi. Deyir ki, innəmə beynə şəhməti uzunlihi və atiqihi məsirətə 700 am. Onun deyir, qulağının, yəni o şəhməti uzunluğundan çiyninə qədər olan məsafə 700 illik, yəni yoldur. 700 illik, 700 am. 700 illik yoldur. Və hədə fi isbətil atiq. Və həmçin onların deməli isbat var ki, qulaqlarının nəyi var? Yəni qulağı var mələyin. Və həmçin isbat var, çiyini var mələyin. Amma Allah bilir necə çiyindir. Yəni çiyinin insana bənzəməsi haqqında bir şey yoxdur yəni. Amma var. Və həmçin onların vəsflərini onlar nədən yaranıb? Nurdan yaranıb. Yəni necə ki hədisə gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm ki, xuliqat mələikət min nur. Mələklər nurdan yaranıb. Və hətta bir dəfə mələklər cənnəti istəyir. Qüdsi hədislərdən biridir. Ey Rəbbim, bu cənnəti bizə nə ver? Allah azə və cəllə deyir ki, əlimlə yaratdığımı, ol deyərək yaratdığıma dəyişə bilmərəm. Yəni, Adəmi Allah əli ilə yaradıb. Amma mələklər ol deyərək yaranıb. Yəni, deyir ki, cənnəti Adəm və onun zürriyyətinə verəcəm. Salih insanlara verəcəm. Və həmçinin onların nələri var? Qanadları var. Necə ki, Fatır surəsi 1-ci ayədə Allah təala deyir, Ca'ilil mələikətu rusulən uli əcnihətin məsnə və süləsə və rubə. Deyir, mələkləri rasullar edib, elçilər edib Allah və onları qanadlı olaraq yaradıb, 2 qanadlı, 3 qanadlı və 4 qanadlı mələklər. Yəzidu fil xalqi mə yəşə. Allah istədiyinə öz məxluqundan istədiyinə artırır. Və İbn Məsud radiyallahu anhu buyurur ki, Ra'a Rasulullah sallallahu aleyhi ve sellem Cibrilə fi suratihi. Yəni, Allah Rasulü sallallahu aleyhi ve sellem Cəbrail aleyhissalam, Cəbrail mələyi öz surətində gəlir. Deyir ki, və ləhu 600 cənəh. Deyir, onun 600 qanadı var idi. Deyir ki, kullu cənəhin minhə qad səddəl ufuqa. Deyir, onun hər qanadı üfüqü bağlamışdır. Yasqutu min cənəhihi minət təhəvil və durri və yaqut məllahu bihi alim. Onun deyir, qanadlarından deyir, nələrdir? Yaqutlar, zərzibalar sallanırdı. Subhanallah. Və huvə xalqun azim. Və hum xalqun azim. Mələklər böyük məxluqlardır. Onların böyük vəsfləri var. Və onların böyüklüyü də çoxdur. Cisimləri də böyükdür. Və əmmə ədədül mələikəti icmələn, amma mələklərin ümumi olaraq sayları haqqında yəni onları yalnız Allah saya bilər. Və mə ya'ləmu cunudə rabbikə illəhu. Yəni Allah Taala Müddəssir surəsi 31-ci ayədə buyurur ki, yəni Allahın ordusunu yalnız özü bilər. Yəni Allah bilər. Allahdan başqa heç kim bilməz.
Və həmçinin onların yəni ədədlərinin sayının çox olmasına İsra Mirac hadisəsində olan Peyğəmbər sallallahu əleyhi və səlləm qissəsində olan hədis dəlildir ki, Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki: "Summa rufi'a li el-beytil ma'mur." Yəni Beytil Ma'mura məni qaldırdılar. Yəni hansı ki bayaq dediyimiz. "Fəqultu ya Cibril, ma haza?" Dedim ki, ey Cibril, bura nədir? "Qal haza Beytil Ma'mur." Dedi ki, bu Beytul Ma'murdur. "Yadxulu kullu yawm 70,000 mələk." 70.000 mələk hər gün ora girir. "İza xaracu minhu lam yaudu fihi axiru ma alayhim." Onlar oradan çıxandan sonra, yəni onlardan heç kim ora qayıtmır sonra. Hər gün nə qədər? 70.000 mələk. Qala sallallahu əleyhi və səlləm, deyir ki, "Attatis səma." Deyir ki, səma cığılladı. "Və huqqa laha an ta'itta." Deyir ki, və haqqı da var ki, cığıllasın. "Mə fihi min mawdi'in 4 asabi illə və mələkun vadi'un cəbhətəhu sacidən lillah." Yerdə elə bir 4 barmaq, yəni məsafə yoxdur ki, yəni orada deyir, mələk deyir, səcdə edib, yəni Allaha ibadət etməsin. Yəni göy yəni doludur mələklə. Elə bir yer yoxdur ki, orada mələk dayanıb səcdə etməsin Allaha. Ona görə yəni göy ağırlıqdan nə edir? Yəni cığıllayıb, şıqqıllayıb yəni. Ona görə onların sayları nədir? Yəni çoxdur. Və həmçinin təfsilatlı şəkildə onların saylarına gəldikdə isə Allah Azze və Celle buyurur ki: "Və yahmilu arşa rabbika fawqahum yawma izin 8." Qiyamət günü Allahın ərşini 8 mələk daşıyacaq. Qiyamət günü yəni Allahın ərşini 8 mələk daşıyacaq. Bu hansı surədir? Haqqa surəsi 17-ci ayədir. Və qavlu Nəbi sallallahu aleyhi ve sellem, həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki: "Yu'ta bi cəhənnəmə yawma izin laha 70,000 zimam." Deyir ki, qiyamət günü cəhənnəm gətiriləcək. Onun deyir 70.000 qulpu olacaq. "Mə kulli zimamin 70,000 mələk yəcurrunahu." Deyir ki, hər qulpundan 70,000 mələk daşıyacaq. Bir onu dartacaqlar. Hər qulp və 70.000 qulp 70.000, hər qulpdan 70.000 mələk. 70.000-i vur 70.000-ə cəhənnəmə o qədər mələk daşıyacaq. Və əmmə vəzaiful mələkət və əməlihim icmələn. Lakin onların deyir, ümumi olaraq vəzifələri haqqında deyir, onlar Allahın ordularıdır, qullarıdır. Allah onlara ikram edib. Və deyir, onlar hər biri Allahın əmrini yerinə yetirir. Və ən tam şəkildə, ən kamil şəkildə. Və onlar heç vaxt Allaha asi olmazlar. "La ya'sunallahu ma amarahum və yef'aluna ma yu'marun." Onlar Allahın əmr etdiyi işləri yerinə yetirər və heç vaxt əmrinə asi olmazlar. Beyyinə surəsi 6-cı ayə. Və həmçinin təfsilatlı şəkildə isə Quranda və sünnədə mələklərin vəzifələri haqqında gəlib. Birincidir ki, Cəbrail əleyhissalam nə daşıyır? Vəhiy daşıyır. Nəzələ bihi ruhul əmin alə qalbikə təkunə minəl munzirin. Deyir, o vəhyi ruhul əmin, yəni Cəbrail əleyhissalam daşıdı, sənin qəlbinə gətirir ki, sən peyğəmbərlərdən olasan, xəbərdar edənlərdən olasan. Bu, Şuara surəsi 193-194-cü ayələrdir. Və minhum mən hum muvakkəlun bi qabdil arvah. Mələk var ki, ruhları götürməklə, ruhları, canları almaqla müvəkkəl olub. Qul yətəvəfəkum mələkul mevtilləzi vukkilə bikum. Peki sizə müvəkkəl olan mələk sizin canınızı alacaq. Və həmçinin qulları qorumaq üçün müvəkkəl olan mələklər var. Ləhu muaqibatun min beyni yədeyhi və min xalfi yəhfazunahu min əmrilləh. Deyir, onu önündən və arxasından qoruyan mələklər var. Onu Allahın yəni əmrindən neynilər qoruyurlar. Yəhfazunahu min əmrilləh. Və həmçinin yazı yazmaqla qulların əməllərini qeydə almaqla müvəkkəl olan mələklər var. Deyir ki, və inna aleykum ləhafizin. Allah Teala deyir ki, sizin üzərinizdə nəzarətçilər var. Kiramən kətibin. Kiramən kətibin nədir? Yazan mələklər.
Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Onun danışdığı elə bir söz yoxdur ki, yəni o gözləyən və qeydə alan iki mələk, yəni onu qeydə almasın. O minhum, ona görə insan nə danışırsa, Allah Azze və Cəllə onu mələklər vasitəsilə qeydə aldırır. Həmçinin bəzi mələklər var, nə edir? Yağışı yağdıran mələklər var. Və digər sünnədə gələn vəzifələr var ki, mələklər onları yerinə yetirir. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər bir toplum, buna deyək, axırıncıdır, əgər Allahı zikr etmək üçün bir yerə yığışarlarsa, Allahın ayət kitabını oxuyarlarsa, yəni öz aralarında onu öyrənərlərsə, yəni onlara mələklər nazil olar. Yəni onlara sükunət nazil olar. Və rəhmət onları bürüyər və mələklər onları qanadları ilə əhatəyə alar. Və mələklər onları əhatəyə alar. Və Allah onları öz qatında zikr edir. Deməli, bəzi mələklər nə edir? Elm məclisi üçün gəlirlər. Elm məclisini nə edirlər? Hətta bir rəvayətdə gəlir ki, onlar yəni bir-birini əhatəyə alırlar, göyə qədər qalxarlar. Yəni, və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mən sələkə tariqan yəltəmisu fihi ilmən, səhəlallahu ləhu bihi tariqan iləl cənnə. Kim əgər Allah üçün bir elm öyrənmək üçün gedərsə, yəni elm öyrənmək üçün Allah üçün çıxarsa, Allah onun cənnətə gedən yolunu asanlaşdırar. Və sonra bax nə deyir? Kim elm öyrənmək üçün gedərsə, və innəl mələikətə lətədəv əcnihətəhə rıdan li talibil ilm. Kim elm tələb etmək üçün çıxarsa, mələklər öz qanadını onun ayağının altına qoyarlar. Yəni, onun tələb etdiyi şeyə razılıq əlaməti olaraq. Və xulası olaraq, mələklərə imanın əsaslarından biridir. Yəni, mələklərə insan iman etməsə, onun imanı tam olmur, o müsəlman, mömin olmur. Və ona görə, yəni hətta mələklərə iman insanın nəyini artırır? İmanını artırır. Yəni, bilirsən ki, sənin önündən, arxandan qoruyanlar var. Yəni, bilirsən ki, Allah sənə nə qədər ikram edib, Allah sənə nə qədər diqqət yönəldib və sənin üçün mələkləri müvəkkəl edib. Sənin sözləri yazırlar, sənin önündən, arxandan qoruyurlar və sənin üçün yağış yağdırırlar. Subhanallah. Ona görə Allah təala nə deyir? Deyir ki, bəl ibadun mukramun la yasbiquna bil qawli və hum min əmrihi ya'malun. Və hum bi əmrihi ya'malun. Deyir ki, onlar Allahın ikram etdiyi qullardır. Deyir, heç vaxt onlar Allahın sözünü önünə keçməzlər. Onlar Allahın əmrinə əməl edən qullardır. Ya'lamu ma beyne eydihim və ma xalfahum və la yeşfa'una illa limen irtada və hum min xəşyətihi müşfiqun. Deyir ki, Allah onların önündə və arxasında nə olduğunu bilir. Və la yeşfa'una illa limen irtada. Mələklər heç kimə Allahın razı qaldığı insandan başqa heç kimə şəfaatçilik etməzlər. Və hum min xəşyətihi müşfiqun. Yəni, o mələklər Allahın qorxusundan, yəni tir-tir əsənlərdir, qorxanlardır. Deyir ki, həmçinin Allah təala buyurur ki, lə ya'sunəllahü mə əmrəhum və yef'alunə mə yu'marun. Onlar Allahın əmrinə heç vaxt asi olmazlar və Allahın dediklərini yerinə yetirərlər. Və bu qədər kifayətdir. Allah sizdən razı olsun. Və subhanəkə Allahum həmdik. Əşhədu ən la iləhə ilə ənt. Əstəğfiruka.